Ezop, yarasa ve adi gelincik. Temsil. Yarasa yere düştü. Onu gelincik tuttu. Yarasa gördü ki sonu gelip gelinciye yalvarmağa başladı. Gelincik dedi ki onu bıraka bilmez. Çünkü təbiəti belədir. Bütün quşlara nifrət hiss edir. Yarasa ona dedi ki, mən quş deyiləm, siçanam. Gelincik onu buraxmalı oldu. Bir dəfə də yarasa yerə düşdü. Onu başqa bir gelincik tuttu. Yarasa məni öldürmə deyib yalvardı. Gelincik dedi ki, o siçanları sevmir. Mən siçan deyiləm, heyvanam, deyə yarasa cavab verdi. Gelincik onu buraxdı. Bax belə yarasa 2 dəfə adını dəyişib özünü xilas etdi. Elə biz də həmişə eyni qalmalı deyilik. Kim ətraf şərtlərə uyğun dəyişərsə, böyük təhlükələrdən azad ola bilər.